Salam, bugünkü videomuzda yine bir adet Lenovo C500'ün anakartı var. Platformamızı ilk önce göstereyim. Platformamızla 9631P Revizya 1.0. Anakarta problem nedir? Anakarta problem start yoktur. Adaptör taktığımız zaman ise avtomatik olarak amper yükselir ve kısa kapanma gösterir. Anakartımızda bir kısa kapanma var. Yani ilk önce adaptörümüzü qoşaq. Adaptörümüzü mən qoşdum və laboratoriya blok time'imizə baxdığımız zaman gördüğünüz kimi 0.22 amper. Bu təbii ki startsız bir amperdirsə, burada anakartda bir kısa kapanma var. Yəni əl təmasımızla sinən bölgələrə baxaq. Aha. Artıq sinən bölgəmiz elə çətin tapılmadı. Sinən bölgəmiz gördüğünüz burada kontroller var. Bu 401 kontrolleri. Buradakı bu 401 kontrollerimiz isinir. Gəlin sxemadan baxaq, görək bu kontrollerimiz nəyə belə deyək qulluq edir. Hansı voltajları anakarta təmin edir və hansı bölgədir. Belə mən anakartımızın sxemasını endirmişəm. Compal-la 9631P. İlk öncə nə edirik? Ctrl F düyməsi ilə axtarış bölməsini aktiv edək və bu 401 kontrollerimizi axtarış verək. Bəli. Bu 401 tapdı. Axtarışın nəticəsi 3.3 Power Always kontrolleridir. Yəni adaptörümüzü taktığımız zaman avtomatik 3.3 voltajı, standby voltajı dediğimiz kontrollerdir. Qeyd edeyim ki, gördüğünüz burada digəri P402 kontrollerdir və bu 5 Power Always isə ayrıdır. Qeyd edeyim, yeni nəsil anakartlarda artıq hər kontrolleri ayrı-ayrılıcılıqda bir belə deyək bölmüşlər və onlara da hərəsinə ayrıca bir bobin var. Gördüğünüz gibi PL402 və PL404 bobinləri var. Qeyd edeyim ki, bu bir növ kontrollerə yük düşməsin deyə bir növ bunları ayırmışlar və həm də belə deyək bəzən də enerji sərfiyyatına ilə əlaqələndirirlər. Əsasən də bir növ bir kontrollerə hər iki çıxışlı dual çıxış olmasın deyə sadəcə bir kontroller və bir çıxışlı olsun deyə belə ki təciz edilmişdir bu anakartda bu kontroller. Kontrollerimizdə yeni nəsil olan SY8208BQNC əsasən də bu model belə oxunur. Sadəcə 8208B. QFN korpuslu, yəni ayaqları altında olan korpusdur bunların. Belə, indi isə sxemamıza incələyək. Gördüyünüz kimi bu bölmə B+ bölməsidir. Yəni bu ana xəttə belə deyək, o incirişlərdir. Gördüyünüz kimi bura 19 voltaj daxil olur. Bu bölmə ground bölməsidir. Bu power good bölməsidir. Bu signal gəlir buradan. Power good signalı, yəni əgər voltajda sağlamsa power good signalı aktiv olur. Bunlar isə enable signallarıdır. Bu isə bizim belə deyək kontrollerimizin çıxartdığı 3.3 Power Always filtrlənmiş drosellərdə buradan da birbaşa gedir. Belə deyək anakartın bir çox bölməsinə yayılır. Burada isə adaptörü taktığımız zaman LDO signalı 3.3 voltaj buradan çıxır. Belə ki bizim ilk yoxlayacağımız nədir? İlk yoxlayacağımız burada 7-ci, 8-ci ayaqları yoxlamaq lazımdır. Görək hansında qısa qapanma var. Daha sonra yoxlayacağımız ayaqlar 1-ci və 3-cü ayaqlardır. Enable ayaqlar daha sonra isə burada LDO 5-ci ayağı yoxlamaq lazımdır. Mən belə deyim, bu kontrollerimizin gördüğünüz kimi diaqramını çıxartmışam. Qeyd edim ki, bu 8208A'dır. B ilə eyni korpusa sahibdir. Yəni
burada diaqramı eyni ilə buradakı kontrollerlə eynidir. Bizim yoxlayacağımız ayaqlar burada in ayaqlardır və daha sonra enable ayaqlardır. Enable ayaqlarımız 1-3-cü ayaqlardır. 1-3-cü ayaqları burada. Daha sonra isə VCC ayağı 5-ci ayaq. Daha doğrusu LDO 3 voltaj ayağıdır. İlk öncə başlayaq elə. Daha sonra bir şey de qeyd edim. Burada yoxlayacağım ayda PL402-ni yoxlamaq da lazımdır. Gör də bunun çıxışında bir qısa qapanma varmı? Belə ilk öncə dediyim kimi burada bir dəqiqə bölməni, daha sonra bu rezistorumuzu yoxlayaq, çıxışları. Multimetrəmizdə gördüyünüz kimi səs rejimindədir. Bir ayağı minus bölgəsinə, ground bölgəsinə, daha sonra baxaq. Bəli. Burada qısa qapanmamız yoxdur. Daha sonra dediyim kimi drosselimizi yoxlayaq. Drosselimiz də qaydasındadır. Qısa qapanma yoxdur. İndi isə kontrollerimizin deməli hansı ayağını demişdim. 1-3-cü ayaqlar görün buradan yoxlaya biləcəmmi? Birinci ayaq sağlamdır. 2, bu da 3-cü ayaq. Enable ayağı da sağlamdır. Daha sonra 5-ci ayağa baxaq. LDO siqnalı. Aha. Bu ayağımız artıq qısa qapanmadadır. 3 LDO siqnalı, 3.3 LDO siqnalı. Qeyd edim, bunun çıxışında drossel olmalıdır. Burada görünməsə də drossel digər üzündə olacaq kartın. Digər üzündə bir dəqiqə. Digər üzündə bu. Aha, bu. Bir dəqiqə. İndi isə bu kondensatoru göstərim. Baxın, buradakı kondensator LDO-nun çıxış ayağında olan filtrini kondensatordur. Gəlin onu da yoxlayaq. Aha. Kontrollerimiz qısa qapanmadadır. LDO önemli siqnallardan biridir. LDO dedi, qeyd edim onu da. Belə, ilk öncə indi nə edəcəyəm? Kontrolleri çıxardım. Görək 5-ci ayaqda qısa qapanma itirmi? Kontrollerimizi çıxartdım. Gördüyünüz kimi bunun korpusu az önce göstərdiyim diaqramdakı kimi formadadır. Mən elə birbaşa buradan kondensatorumuzu yoxlayacağam. Multimetremizi yenidən qısa qapanma rejiminə alaq. Belə, indi isə kondensatorumuzu yoxlayaq. Bəli. Qısa qapanma qaldı. Qısa qapanma qaldığına görə kontrollerimiz sağlam görünür. Nəyə görə? Çünki qısa qapanma aradan qalxsaydı, burada LDO siqnalında qısa qapanma görünməzdi. Lakin qaldığına görə ikinci nə edəcəyimiz standart bir yöntemlərindən biri bloktaniyamızdan kondensator, yəni buradakı LDO çıxış ayağına 5 voltaj verəcəyəm. Görək hara isinir. Pardon, 3.3 voltaj vereceğim. Laboratuvar bloktaniyamızdan mən 3 voltajımızı aktiv etmişəm. Bloktaniyamızı işə saldım. Bu formada gördüyünüz kimi bura tel atmağa ehtiyac yoxdur, incə olduğu üçün. İndi isə mən ora ehtiyatlı şəkildə voltaj verim. Voltaj verdim. Baxaq görək nə isinir. Tək chipset yanmasın. Aha. Multikontrollerimiz isinir. Multikontrollerimiz isindi. Multikontrollerimiz isindi. Bir dəqiqə. Multikontrollerimizin üstündə bir ədəd yanıq izləri var. Hiç ona fikir verməmişəm. Diqqətlə baxın, bir dəqiqə. Baxın. Burada multikontrollerimiz kezib. Multikontrollerimiz deyəsən qısa qapanmada elə partlayıb. Multikontrollerimiz KB9012QFA4. Bunların içində qeyd edeyim ki, ROM var. Yəni buna
proqramla kənardan proqramatorla ROM yazmaq lazım dəyişdikdən sonra. Aha. İndi edəcəyimiz proses multikontrollerimizi çıxartmaq. Multikontrollerimizi çıxartdım. Ayaqlarını da təmizlədim. Belə, indi isə yenidən oradakı LDO çıxışını yoxlayaq. Multimetrəmizi mən səs rejiminə almışam. İsəcəni yoxlayaq. Bəli, bu ora minus bölməsidir. Bu da çıxışıdır. Bəli, artıq qısa qapanmamız aradan qalxdı. İndi edəcəyim proses nədir? Kontrollerimizi yerinə lehimləyirəm. Daha sonra multikontrollerimizi lehimləyirəm və bunun daxilinə kontrollerimizin ROM yazmağı göstərəcəm. Dediyim kimi bunun daxilində ROM var. Keçən dəfəki videomda demişlər ki, onun qaydasını göstərin. İnşallah onu da sizə göstərəcəyim videoda. Mən multikontrollerimizi hələ lehimləməmişəm. Mənə videolarda deyildilər ki, bunu necə lehimləyək. Çıxarmaq bilirsiniz, sadədir. Sadəcə flux əlavə edib azca. Çox yox. Çox flux heç kimə tövsiyə etmirəm. Eyni ilə lehimlədiyin zaman sadəcə buraları fenlə çıxartdıqdan sonra yerləri, lehim yerləri təmizlənir. Daha sonra nə edilir? Lehim yerləri təmizləndikdən sonra fenlə isidilir. Az, çox yox, istədilir ki, bura isti olsun, yəni plata bu bölməsi isti olsun, sonra nəzik bir təbəqə ilə flux əlavə edirsən, multikontrollerimizi yerləşdirir düzgün formada. Ayaqlarını tamamilə tarazılaşdırırsınız, kənarını mütləq izolyasiya edirsiniz, mütləq. Yəni istədərək bu komponentləri zədələməyin, diqqətli olun elə şeylərdə. Nə qədər ana plata az istilikdəyəsə bir o qədər yaxşıdır. Daha sonra bir dəqiqə mən yaxşı yerləşdirim. Fenimizi necə nizamlayırıq? Fenimizi də göstərim. Fenimizi alırıq buradakı gördüyünüz kimi 4-cü şkalaya, amma istiliyi də 380-da saxlayırıq. Nəyə görə bunu edirik? Yüksək istiliklə vurulanda, qeyd edim ki, yüksək istiliklə vurulanda multikontrollerin ayağı qaçır. Ona görə də buna yüksək istilik verməyə də əhəmiyyət yoxdur. Yüksək təzyiq daha doğrusu. Ta ki 380-a çatana qədər gözləyirik. Gözlədikdən sonra adi qaydada görünürmü yaxşı? Aha, görünür. Baxın bu formada ilk öncə lehimləri yumuşatmaq lazımdır birinci. Yəni konkret bir bölməni istidə durmayın. Çünki anakartın bildiğiniz kimi 4 qatı var və digər üzünü də qızartmış olursunuz. Sadəcə ehtiyatlı şəkildə toxunmadan heç bir yerə. Düzdür, bu kompallar biraz isitdiyimiz zaman aşağı və ya üstə doğru əyilmələr olur. Şöyle hərəkli isidək. Zaten lehim isindiği zaman parolayan şeydi. Ya oradan da bilmək olur ki, lehim artıq isinir. Bu birinci proses. Qeyd edim ki, multikontrollerinizin mərkəzinə çox istilik verməyin. Növbəti prosesimiz nə olacaq? Bir metal dəmiri götürürük. Hava temperaturunu 6-ya yüksəldib, adası 6-ya yaxın. 6-ya yüksəldib. Baxın, ilk öncə bu bölməsini sıxırıq. Yəni əlimlə göstərə bilsəm. Bir dəqiqə göstərə bilsəm sizə. Baxın, bu bölməsini sıxıb başlayırıq istilik verməyə, eyni ilə bu formada. Yəni hissə bir tərəfini lehimləyirik. Gözləyirik ora qurusun. Eyni ilə digər bölmələri də bu formada
lehimləyəcək. Belə multikontrollerimiz lehimləndi. Ayaqları yoxlamağı da göstərim. Ayaqları necə yoxlanacaq? Belə kiçik bir iğnə uclu pinset götürüb, baxın bu ayaqlarına bu formada baxın belə edərək bir-bir yoxlayaraq hansısa ayaq əyildi, bilin ki o ayaq lehimdə deyil. Mən ayaqları da yoxlayım. Daha sonra multikontrollerimizə ROM yazaq. Kontrollerimizi də lehimlədim. Multikontrollerimiz də lehimləndi. Artıq flaks təmizləndi. Bütün ayaqlar artıq tamamilə lehimlənib. İndi isə gəlin LDO çıxışını yoxlayaq. Multimetrəmizi yenidən səs rejiminə alıram. Və artıq qısa qapanma yoxdur. Bura minus, bura plus. İndi isə adaptorumu mən qoşum. Adaptorumu da qoşum. Baxaq, burada qeyd edim ki, LDO 3 voltajı çıxmalıdır. Adaptorumuzu qoşdum. 0.02 amper. Bəli, qısa qapanma artıq görsənmir. İsə belə deyək, multimetremizi biraz yaxın məsafəyə yerləşdirib. Görüm görə biləcəkmiz. Görünürəm. Dəyər görünür, nəysə. Bir tane görünür. Aha. İşıq düşür deyəm. Nəysə. Adaptorumuz qoşuludur və burada LDO ayağına baxaq. Və gördüyünüz kimi artıq 3.13 voltaj var. Belə artıq LDO ayağında qısa qapanma itdi və 3 voltajımız var. İndi isə nə edirəm? İndi isə nə proses olacaq? Multikontrollerimizə ROM-muzu yazaq və yoxlayaq, start alacaq manakart. Belə multikontrollerimizə ROM yazmaq haqqında biraz izahat verim. Bildiyiniz kimi bu Vertaniov proqramatoru Rus bir proqramçı tərəfindən hazırlanmış bir proqramatordur. Qeyd edim ki, çox istifadə olunan bir proqramatordur. Xeyli vaxt var bunu aldığım, bir ildən çoxdur. Belə ki, biz ROM-muzu bu proqramatorla yazacağam. Bizim üçün nələr lazımdır? Gördüyünüz kimi flex kabel, klaviatura konnektoruna taxacaq. Qeyd edim ki, bu pin 32 pinlidir. Bunun pin sayısını öyrənməyə də belə deyək. Burada gördüyünüz kimi KB1 yazılıb, yəni konnektorun adını sxemadan tapıb neçə pin olduğunu bilmək olur. Daha sonra bu konnektora bu formada qoşulur. Daha sonra gördüyünüz kimi burada sıralanma var. A, B, C, D, Y. Baxın, bunlar da buradakı pinlərə keçirlənir və bunun da pinlərinin hansı ayaqlara getdiyini biz proqramatorun proqramından baxıb bilə bilərik. Daha sonra bu bölməsi minus bölməsidir. Bu USB hər hansı birinə taxmaq olar. Çünki zaten burası korpusdur. Bu da korpus olduğu üçün burada USB taxırıq birbaşa kompüterə və ROM-muzu yazırıq. Belə ilk öncə
başlayaq. Bu telləri taxaq. Belə burada sxemamızda keyboard konnektoru göstərilib. Keyboard 1 gördüyünüz kimi 32 pinlidir. Burası tamam. Daha sonra biz bunu mən hazır endirmişəm. Dumpdır. 128 kilobaytlıq KB9012QF A4 mikrokontroller, multikontrollerdir. Daha sonra isə proqramatorumuzu mən qoşum kompüterimize USB-yə. Qoşuldu. İndi isə proqramını kliklədim. Daha sonra buradan modeli seçirik. KB90 10 12 16 22. Start'a klikləyirik. Gördüğünüz gibi bu bölmə qeyd edeyim ki, bu proqramın interfeysi çox sadədir. Elə də qəliz bir interfeysi yoxdur. Buradan platformamızı seçirik. 9631P. Buradan da pin sayını, klaviaturanın pin sayını seçirik. Read vermədən öncə ilk öncə baxın buradakı dediyim kabellər, az öncə rəngli kabelləri yerinə taxaq. Birinci G olan grounddur, bunu kənara atırıq və başlayırıq buradakı göy kabeldən, mavidən A. A ayağı birinci yazılır. Bir dəqiqə. Bir dəqiqə. Birinci ayaq 18-ə. Birinci ayaq 18-ə. 18. İkinci ayaq 5'e. Burada ikinci ayağımız yaşıldır. İkinci ayağımız 5'e. Üçüncü ayağımız qaradır və 2'ye. İkinci pinə taxılır. Daha sonra sarı gəlir. Sarı üçüncü ayaqdır. 5'in tam yanı. En son qırmızı, o da 6'ya. Baxın, bu formada taxıldı. İndi isə birbaşını anakarta, daha sonra anakarta 19 voltajımız da mütləq verməliyik. Yəni multikontrollerə 3.3 always siqnalı, LDO siqnalı aktiv olmalıdır. Belə ki, baxın, bu formada klaviatura flex kabel bura bağlanılıb. Bir şey mən yanlış dedim. Bu pin 32 pinlidir. Sadəcə bu klaviaturada bölmələri, yəni ground kənarlarda pin sayını klaviatura sayılır. Bu pin sayısı əslində 30 pinlidir. Belə deyək, proqramdan biz buradan 30 pini seçəcəyik. 32 pin də seçə bilərsiniz, 30 da pin. Yəni burada mən bəzən bunu belə deyək, qarışıq seçdiyim zaman problem olmur. Test eləmişəm, oxuyur. Baxın, bu formada daha sonra laborator blokdan bizə 19 voltumuzu vermişik. USB bu formada qoşulub. Qalan pinlər bu formada qoşulub. İndi isə proqramımızı oxudaq və yazaq. Belə, buradan modelimizi seçdik. Buradan pin sayımızı seçdik. İndi isə read düyməsinə veririk. Gördüyünüz kimi avtomatik oxudu. Burada köhnə də yaza bilərsiniz. Nə istəsəniz yazın. Köhnə dum 9012. Yəni bura önemli deyil, nə istəsə yaza bilərsiniz. Hal-hazırda yaddaşa verilir. Yəni daxili oxundu və yaddaşa verildi. Belə, indi isə buradan write düyməsinə basırıq və bizim endirdiyimiz baxın bu. Open və başlayır yazmağa. Belə, artıq işlem tamamlandı. Proqramımızda bağlayaq və anakartımızı testə başlayaq, görək. Adaptörümüzü qoşaq. 0.02 amper.
Start verdim anakarta. Amper yüksəldi və budur. Artıq anakartımız işləyir. Yeniden bir daha test edim. Belə. Artıq görüntümüz gəldi. Anakartımızda qısa qapanma aradan qalxdı. Adaptörümüzü ayıraq. Belə, bugünkü dərsimizdə bu qədər. Bacardığım qədər qısa qapanmanı tapmaq, daha sonra qısa qapanmanı necə aradan qaldırmaq, daha sonra multikontrolleri dəyişmək və multikontrolleri ROM yazmaq qaydasında detallı şəkildə izah etməyə çalışdım. Belə, bugünkü dərsimiz bu qədər. İnşallah növbəti dərsimizdə görüşərik. Sağ olun.